Bugünkü növbətdə ustanokçamız Koşköpür Orta Mahalləsinin Saparoyanmı xanadanına oldu. Assalamualaikum hörmətli yurttaşlar, hörmətli Altın Eşik kanalının küzətuvçuları. Yine Davor caylarını görürsəniz mümkün afişik kətib işləb bərdik. İşlərimizə gələdən bolsaq, bu xanadana 2 yarım eşik, 5 tane yek eşik onat bərdik. Eşiklərimiz yine Skroni klassik variantda işlənən eşiklərimizin yine açılıb yapılışlarından görürsəniz mümkün. Yani kolun ucunda. Eşiklərimizin rəzmeri eyni 1.20 boyu 2.35 etib işləndi. Eşiklərimiz 0.8 laminatdan bizəni Korona Svetdə baytaladı. Həm eşiyimizin kalınlığına əhəmiyyət bərəslə 5.2 cm çıxadı. Kalınlığı 5.2, 5.5 cm-dən sərkəm. Aynalisləri 0.6'lık kalyonlu aynalisten işlenen kullaplara yine 4 kullaptan super kullaplar vurub işləndi. Koronaların üzerine koşa doyatıp sifətlətib işləb bərdik. Bu daborcayını göstərib ötəmiz yine bir xata. Yine bağında yek geçişlərimiz Saparoya bağından bir göstərib ötəli indi. Yəni bunda bağlam yek geçişlərimiz yine kolun ucunda beklənədi yine. Görüşəniz mümkün, yüngül yine. Eşliğine arka tarafını dabollarla işlək qoyduğumuz yurttaşlar. Hem yine bir nərsəni aytib ötəcəkmən, şöyle əhəmiyyət bərəsliylə yakın rəqab gəlib. Bizə də altın eşliklərə karobkəni yeni 13 cm çıxadı. Şöyle əhəmiyyət bərinlər. En əsası, hem eşkimizi kalınlığı 5.2 cm çıxadı. Yine hazır eşini bəklab koyğan vaxtda yine beri ağ kraska bu. Şöyle əhəmiyyət bərəslə. Ağ kraska vurulsa niçik görsənişini, üzünü svetindən kaplansa niçik görsənişini. Rezinkələr koyulan. Şimdi üzünə koşub duradı deyəndə. Şöylərindən əhəmiyyət bərəsliyini dabollanıb işləb bərdik. Penala bəzəfət bonlatıb. Yine görsənişi koronalarına. Yine bunda qalğan yekki eşiklərimiz yine. Bunlar yine kolumuzunda beklənədir. Kala versə, kimə şimdi xidmətlə gərək boladığım olsa, bemalal bizlərə bağlanıb, şu altın eşiklərə müraciət etsənizə, xuda xalasa, şu köyünüzə edətib, əzəfət bonlatıb bərəmiz. Bir nərsəni aytıb ötəmiz, bizlərə zakas bərədon bolsanızla, xuda xalasa, öy yanında bolsanızla, bizəni sey xabarıb, görüb, işlə bilən, iş yarayanı bilən danışıb, keyin zakas bərsənizlə, sizə üçün həm yaxşı, bizə üçün həm yaxşı da. Və işlərləşdə adaşımı islah deməm. Varıb, görüb, iş yarayanını güzətsənizlə. Yine bu xanadan yiyəsi Saparoyama biz yəni şu ustanokət gəncərəyallarını görüb qarındaşlarına şu arkalı zakas bərkdirib. Saparoya özünüzü fikirlərini bildirib indi yurttaşlara düşündürüb ötəsiz. Ben hem mesela ustalardan acayip minnettarım. Rəhmət. Şu yine acayip bir altın eşiklərə gəlib bərdilər. Sizə həmişə sağ salamet yürüyəsizlər. Ömrünüz uzak olsun. İşinizden çarçamayasınlar. Köyünüzü onunla daxırı. Hem mesela 100% köyünüme onladı. Yurttaşlara təfsiyə Hem etəsiz. mesela yine ben tepsiye İşanslı mı, sifətli mi? Benim malal gelip göre versinler buraya. Yine isə xanadan yiyəsi yine Saparoyanma fikirlərini eşitdiyinizlə xuda xalasa yine düşündüyün işlə, sifətli işlə gərək boladan olsa bizə telefon nomerlərini qaldırıb baramız. YouTube'dan, Instagram'dan lokasiya mənzillərdən girib qoyubuz. Bemalal girib, seyxa barıb, görüb, iş cərəyanları bilən danışıb zakas bərişləriniz mümkün.